Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, demek Medine'deyiz, hurma pazarındayız. Elhamdülillah bu suda hurmasıdır. Sanki olarak Kur'an'dan bir balaca bir fayda istedim, çatdırım. Allah subhanahu teala. Demek böyle ayeler çoktur. Fatır suresi 13. ayeden bir delil getireceğim. Demek Allah subhanahu teala diyor ki hemen ayede yevlucul leyli fil nehar ve yevlucul nehari fil leyl. Bir Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. Və saxxara şəmsə vəl qamar. Ayı da, daha doğrusu ayı da, güneşi də özünə saxxara şəmsə vəl qamar, özünə ram etdi. Kulli yecri əcəlin müsəmmə və hər biri öz axırına doğru, yəni öz sonuna doğru ona verilən istiqamətdə hərəkət edirlər. Dalınca Allah subhanahu ki, zəlikumullahu rabb. Bax, bu sizin Rəbbinizdir, ağanızdır, sahibinizdir. Allah subhanahu zəlikumullahu rabbukum. Bu mənəm, yəni bu sizin Rəbbiniz olan mənəm. Gecəni gündüzə qatır, gündüzə gecəyə qatır, ayı da, güneşi də özünə ram edib. Dalınca deyir ki, وَالَّذ۪ينَ تَدْعُونَ مِنْ دُونِ اللّٰهِ Allah'tan qeyri ibadət etdiklərinizin isə لَا يَمْلُكُونَ مِنْ qıtmir. Qıtmir qədər də deyir, mülkləri yoxdur. Qıtmir isə nədir möhtərəm Müslümanlar? Qıtmir isə baba budur. Bu şeyi, xurmanın çəyirdəyim. Yürüyən baba, həmən baba bu lif. Adi bir lifdir. Daha doğrusu içində qalır. Nədə baba qıtmir. Allah subhanədə ki, وَالَّذ۪ينَ تَدْعُونَ مِنْ دُونِ اللّٰهِ La yamlikuna min qitmir. Mülk bu qədər də deyir, Allah'tan qeyri ibadət etdiklərinizin bu boyda da deyir mülkü yoxdur. Bu boyda, bu pərdə qədər də mülkü yoxdur. Vallazina tad'una min duna la yamlikuna min qitmir. Allah subhanahu taala'ya həmd sənalar olsun. Allahu akbar. Bu qədər dəlillərdən sonra Allah subhanahu ki, bu qədər dəlillərdən sonra Sümmellezine keferu bi rabbihim ya'dilun. Kafir olanlar hələ də öz Rəblərinə tay tuturlar. Kimlərisə. Allahu akbar. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah səbərsiz versin. Allah səbərsiz.